Son günlər sosial şəbəkələrdə sarımsaq və yod qarışığının oynaq ağrılarına qarşı təsirli vasitə olduğunu iddiaları geniş yayılıb. Paylaşımlarda bildirilir ki, 3 diş sarımsaq üzərinə yod əlavə edildikdə 2 həftə qaranlıq mühitdə saxlanılır və alınan məhlul oynaqlara tətbiq edildikdə ağrılar azalır. Bəzi istifadəçilər bu üsulu nənələrin resepti kimi təqdim edərək, xüsusilə diz ağrılarında sürətli nəticə verdiyini iddia edir. Lakin mütəxəssislər qeyd edir ki, bu cür qarışıqların effektivliyini təsdiqləyən elmi sübutlar mövcud deyil. Dermatoloqlar və revmatoloqlar xəbərdarlıq edir ki, yodun dəriyə nəzarətsiz tətbiqi qıcıqlanma, yanıq və allergik reaksiyalar yarada bilər. Eyni zamanda oynaq ağrılarının səbəbləri müxtəlif olduğundan standart və təsdiqlənmiş tibbi müalicə üsulları daha etibarlı hesab olunur. Mütəxəssislər vurğulayır ki, sosial şəbəkələrdə yayılan bu tip möcüzəvi reseptlərə tənqidi yanaşmaq və öz başına müalicədən çəkinmək vacibdir. Oynaq ağrısı hallarında ilkin diaqnostika və uyğun müalicə üçün həkimə müraciət edilməsi tövsiyə olunur.